Ya Allah, hər vaxtınız xeyir olsun, əziz millətim, əziz xalqım. Nəhayət ki, bugün sizə Biləcəri qəsəbəsində ATV villaları deyilən ərazidə 3 otaqlı, çox ucuz, dəyərindən çox ucuz qiyməti olan bir evimizi təqdim edirik, əziz dostlar. Bu su sayğacıdır evimizin, bu qaz sayğacıdır. İşi sayğacı buralardadır. İşi sayğacı buralardadır, əziz dostlar. İşi sayğacı da var yəni. Narahat olmayın, yerini tapa bilməsək də. Əziz dostlar, geniş boğuş həyəti var. Qəşəng düzü maşın girmir, amma genbol həyəti var, əziz dostlar. Çox yarımdır bura. Bir sosunda belediyə sərəncamı var. Onu buradan divan apara bilərsiniz, hə? Bəli, bəli. Amma həqiqətən də bu qiymətə harda deyil. 45 min ev var öz aramızda, 45 min manat bu ev. 7 baş kesin, padvalı göstərdimsə, padvalı biraz tez verin qiyməti. Bəli, bəli. Biraz tələsli gedəsiniz. Gəl qardaşım. 7 baş. Həkim burası normal görsəz, o görsən qəşəng oturdurmağa, genbol yeri var. Aman pazı görsəz. Can, bura ümumiyyətlə nə səhər gəzdiriləcək? Hər gəziləcək, bəli. Hər gəziləcək. Hal-hazırda, əziz dostlar, evdə iş gedir. Baxın, bura qonaq otağıdır. Qonaq otağıdır. Sağ tərəf mətbəxdir, 2 dənə də yataq otağıdır. Görsəz, Tural. Bura qonaq Görsəz, qardaşım. Sağ tərəfdə bura belə bir mətbəxi var. Yəni, hal-hazırda burada iş gedir. Əsas məsələ, polu görsəz mənə. Yeri görsəz, padvalı. Baxın, əziz dostlar, padvala baxın, qupquru. Hal-hazırda iş gedir burada, padval qupqurudur. Deməli, 1, 2, 3, 4, 5 daşın üstündədir, 1 metr. Orada qonaq otağıdır. Buranı göstərin. Görsəz oranda. Burada bir dənə alırım. Əziz dostlar, evdə hal-hazırda iş gedir. 45 min manatın içində burada müəyyən işlər görüləcək. Əgər kim istəsə, gerdə qalan işləri özü davam eləsin, əziz dostlar. Evi belə vəziyyətdə, məsələn, 40 min manata da danışıb almaq olar. Bir sotun beləcə sərəncamı var, amma iş gedir hal-hazırda. Ən azından polu vurulacaq, patoloku vurulacaq, ağardılacaq, sayğacları var, kanalizasiyası var. Belə də ağardıb yaşamaq da olar. Çünki bizdə yaşayış olur, əziz dostlar. 45 min manata, yəni təkrarlayıram. İndi real müştəriyə inşallah ki, alanla satan arasında mütləq razılıq olacaq. Bir sotun belediyə sərəncamı var 2007-ci il tarixə. ATV villaları məktəbə yaxındır. 3 sonda nömrə məktəbə yaxındır. Allah xeyir versin, alana da, satana da, əziyyət keçən hər bir kəsə də. Əziz dostlar, hər birinizdən xahiş edirik, səhifəmizi bəyənib, videolarımıza rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satışda mülayişiniz varsa bizimlə əlaqə saxlayın. Gəlib paylaşaq və satılmasında köməkliyi göstərək. Allah evi olmayanlara ev qismət eləsin. Amin.